Biz bugün bu sağlıq kimi oldu elə. Şokolad necə hazırlanır? 30 saatdan 52 saata qədər vaxt sərf olunur. Dominik kakasıdır. Uzun İlcanın Dominiki deyil. Çoxumuz buna pletka şokoladları da deyirik. Ən yaxşı şokolad tünd şokolad sayılır. Bu yaxşı deyil. Amma çox faydalıdır. Biz insanlar faydalı olan şeyləri sevmirik. Onlar sizə Fərid əmi deyir, yoxsa şokolad əmi? Şokolad əmin. Yararsız şokoladlar hara gedir? Hər bir kəsin işini şokolad kimi dadlı olmağını arzu edirəm. Bu dəfə şokoladdan danışırıq. Şokolad necə hazırlanır? Minimum bir şokoladın hazırlanmasından ötürü 30 saatdan 52 saata qədər vaxt sərf olunur. Bunlardan hazırlanır Bəli, şokolad. bunlardan hazırlanır. Bunlar hal-hazırda qovrularaq qabıqlarından ayrılmış formasıdır. Bunlar isə çiy və qabıqlı formasıdır. Kakao meyvəsinin 50-55% yağlı olur və yerdə qalan isə özməti olur. Kakao dənələrimizi 3 mərhələdə qovurduqdan sonra qabıqlarından ayıracağıq. Bundan ötürü bizə bu aparatın özü gərəkdir. Bunun qabığından çay kimi dəmləyə bilirik. Çox gözəl faydası var. İnsan orqanizmi üçün güclü antioksidantdır. Mədə-bağırsaq florası üçün çox gözəl faydalıdır. Soyuducuda hansı temperaturda olmalıdır ki, şokolad ola bilsin? 16-14 dərəcə aralığında olmalıdır. Bir sualım olacaq. Yararsız şokoladlar hara gedir? Deform olmuş şokoladları tezdən ayırıb qoyub qırağa, tezdən temperləyib, tezdən eynən şokolad formasını Yenidən alıb istehsal edirsiniz. Burada göstərici faiz dərəcəsi kakaonun dərəcəsidir. Yerdə qalan isə sırf onun süd, Tərkibində olan fərqli. Tərkibində olan süd və şəkər əvəz olunur. Ən yaxşı şokolad hansıdır? Ən yaxşı şokolad tünd şokolad sayılır. İnsan orqanizminə daha çox faydalıdır. Ən dadsız tünd şokolad hansıdır? 100%lıq tünd şokolad. Bu 100% tünd şokoladdır, bu isə 60%. Dadına baxaq. Əlbəttə. Ümumiyyətlə dadı yoxdur da. Bu yaxşı Amma deyil. çox faydalıdır. Biz insanlar faydalı olan şeyləri sevmirik. Sırf kakaonun özüdür və 52 saatda hazır olma prosesidir. Və bu daha bahalıdır qiymət olaraq, yoxsa necə? Nisbətən. Görək bunun dadı necədir? Bu yaxşıdır yəni. Şirinliyi var. Artıq 1 ildir şokoladçısınız. Şokoladçı olmağın üstünlüyü nədir? Şokolad ümumiyyətlə insanda xoş bir aura yaradır, yəni. Ev şəraitində şokolad hazırlamaq mümkündür ümumiyyətlə? Olar, amma yəni bu dadı, yəni bu keyfiyyəti təbii ki almaq vəsət olacaq. Ətrafınızda, qohum əqrəbədə, evdə, eşikdə balaca uşaqlar var. Bəli. Onlar sizə Fərid əmi deyir, yoxsa şokolad əmi? Şokolad əmin. Biz bugün bu sağlıq kimi oldu elə. Vallahi. Deyilən sağlıq. Bütün sağlıqları qoşulur. Deməli, biz bugün şokolad necə hazırlanır, sıfırdan öyrəndik və ən əsası bildik ki, şokoladı hazırlamaq üçün bizə lazım olan meyvə kakaoymuş. Təbii isti şokoladımızdır, bunun da dadına baxırıq. Bunun da hazırlanması nə qədər vaxt çəkir? Bunun hazırlanması qısa bir vaxt ərzində hazır ola bilər. Məncə Ümumdünya Şokolad Günü münasibəti ilə başda sizi təbrik eləmək lazımdır ki, çünki doğrudan da çox ləzzətli və dadlı şokoladların hazırlanmasında iştirak edirsiniz. Sonda ürək sözlərinizi almaq istərdik. Hər bir kəsin işini şokolad kimi dadlı olmağını arzu edirəm və hər bir şokoladçıları bu peşə bayramı münasibəti ilə təbrik edirəm. Şokoladların hazırlanma prosesi ilə yaxından tanış olmağımız üçün bizə şərait yaradan Tuat Şokolad Evinə təşəkkürümüzü bildiririk. Hələlik! YouTube kanalımıza abunə olun.